Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Rəqsanə İsmailova ilk dəfə həbsxanada yaşadıklarından danışıb. Xəbər verildi ki, o bu haqda çərçivədən kənar verilişində söz açıb. Rəqsanə başına gələnlərdə özünü günahkar bilib. Mənim indi işləməyə, pul qazanmağa çox ehtiyacım var. İllərlə Moskvada yaşamışam, işim gücüm orada idi, amma artıq Bakıdayam. Çox şükür artıq burada da dəvətlər alıram, işləyib bütün borcları bitirəcəyəm. Mən Allahı unutmuşdum. O məni həbsə saldı ki, məni ayırım. Mənim evim, işim, pulum, evladlarım var idi, amma Allahdan uzaqlaşmışdım. Həbsdə sadəcə Allahla danışdım. Bütün bu acılar məni Allahın huzuruna gətirmək üçün idi. Artıq hər günümü Allaha səcdə edərək keçirdirəm. Quran-Kərimi və onunla yanaşı 300-ə yaxın kitab oxuyub bitirmişəm. Elə səhvlər var ki, onları etməməliydim. Haradasa, kiminsə qəlbini qırmışam, etdiyim yaxşılıqları başa vurmuşam. Bunu etmək olmazdı. Mən qəlb qırmışam, ah almışam, bu çox pis şey imiş.